Fizikanı niyə öyrənə bilmirik? Qısa cavab. Çünki biz ona toxuna bilmirik. Təsəvvür et, sənə üzməyi öyrədirlər, amma suya girməyə icazə vermirlər. Kitabdan üzməyin qaydalarını oxuyub, hərəkətlərini əzbərləsən, sən gözə bilərsən? Əlbəttə ki, yox. Fizikada belədir. Biz onu kağız üzərində öyrənirik, amma hiss eləmirik. Həyatımız elə fizika qanunlarından ibarətdir əslində. Sadə bir sual verim sizə. Maşında niyə kəmər taxırsınız? Ətalət qüvvəsi sizi irəli atmasın deyə. Sadə bir misaldır, amma birbaşa olaraq Newtonun birinci qanunu ilə bağlıdır. Fizikanı öyrənə bilməməyimizin, inanın ki, başlıca səbəbi onu görə bilməməyimizdir. Amma sadəcə bir dəfə onu real həyatda tətbiq etməyə başlasaq, görəcəksiniz ki, fizika həqiqətən də hər yerdədir. Sadəcə əzbərləməkdən çox yaşamalısan və o zaman hər şey daha aydın olacaqdır. Şahzadə və dilənçidə şahzadə niyə dilənçiyə həsəd aparırdı? Çünki şahzadənin kitabdan oxuduqlarını dilənçi real həyatda yaşamışdı. Reallıq daha gözəldir.